Mingəçevir şəhər Su Kanal İdarəsinin işçiləri idarə rəisi Əhmədov Elmar İslam oğlundan şikayətçidirlər. Adının çəkilməsini istəməyən işçilər Meydan TV-yə deyir ki, idarəyə yeni təyin olunan rəis Elmar Əhmədov işçiləri əmək müqaviləsində göstərilən saatdan artıq işlədir, onları istismar edir. Bundan əlavə, pensiya yaşına az qalan işçiləri işdən çıxmağa məcbur edir. İdarəyə gəldiyi gündən kütləvi şəkildə işdən çıxarılma halları başlayıb və onların yerinə öz tanıdığı adamları, dostunu, köhnə iş yoldaşlarını işə götürür. Tez-tez səbəbsiz yerə inzibati tənbihlər verir. 170 nəfər işçinin hardasa yarısına inzibati tənbih, xəbərdarlıq, şiddətli töhmət verib. İş saatı 6-da bitən işçini daha çox işləməyə məcbur edir. İşçiləri polislə hədələyir və ona görə də hər kəs ərizə yazıb çıxmağa razı olur deyə işçilər bildirib. Bu ilə bağlı Meydan TV-nin sorğusuna cavab olaraq Mingəçevir Su Kanalı İdarəsindən belə məlumat verildi ki, idarəyə yeni rəis təyin olunan gündən, yəni 2025-ci ilin iyulun 1-dən bu yana bir neçə nəfər yalnız öz ərizəsi ilə işdən azad olunub.